Ateistlər tərəfindən tutduğu dinsizlərdən, yəhudilərdən ta məsihlərə qədər şübhələr yayırlar İslam dinində, İslam dünyasında, müsəlmanların arasında çalışırlar ki, bu şübhələrlə müsəlmanların etiqadına, inancına zərbə və ziyan vursunlar. Deməli, bu şübhələrdən də biri budur ki, bu İslam düşmənləri deyirlər ki, sizin peyğəmbəriniz, yəni İslam peyğəmbəri, müsəlmanların peyğəmbəri güya həvəsbaz bir insan olubdur. Soruşanda niyə axı bu söz deyirsiniz? Deyirlər, çünki sizin peyğəmbərinizin neçə dənə zövcəsi var idi, müxtəlif həyat yoldaşları var idi. Sizin peyğəmbəriniz ancaq həvəsbazlıqla ömrün keçiribdir. Deməli, əzizlər, bunlara cavab nədir? Mən bu cavabları sizlərə verirəm və sizin də cavabınız olsun, bu cür düşmənlərin qarşısında, müqabilində onlara cavabları verəsiniz. Əzizlər, bizim peyğəmbərimizin ömrü 63 il olubdur. Yəni, dünyada 63 il ömür sürübdür. Peyğəmbərimiz 55 yaşına qədər təkcə bir xanım ixtiyar eləyibdir. O da Həzrət Xədicə salamullah əleyhadır. Yəni, Peyğəmbərimiz 55 yaşına qədər, 25 yaşından 55 yaşına qədər təkcə bir xanımla həyat sürübdür. Və müxtəlif xanımlar ki, onlarla evlənibdi, izdivac eləyibdi, 55 yaşından 61 yaşına qədər olubdur. Yəni, 6 ilin ərzində o müxtəlif evlilikləri olubdur. Həzrəti Peyğəmbərimiz Həzrəti Xədicə salamullah əleyha ilə ki, evlənibdi. Həmən dövrlərdə heç bir xanımla da evlənməyibdi. Baxın, əzizlər, Peyğəmbərimizə kahin deyiblər, sahir deyiblər, cadügər deyiblər, nə bilim, məcnun deyiblər, şair deyiblər. Amma heç bir kəs həvəsbaz deməyibdir. Hətta müşriklər gəlib Əbu Talibə deyirdilər ki, ey Əbu Talib, qardaşın oğluna de ki, qulu la ilahə illallah tuflihu kəlməsindən əl götürsün. Yəni ki, Peyğəmbər buyururdu ki, tez-tez cəmaata deyirdi ki, deyin la ilahə illallah kəlməsini deyin və rəstiqar olun. Müşriklər deyirdi ki, Əbu Talibə, deyirdi ki, qardaşın oğluna denən bu sözlərdən əl götür. Bizim qəbilələrdə ən gözəl göyçək qızları ona verək. Amma Allahın Rəsulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, əgər günü mənim sağ əlimə və ayı mənim sol əlimə qərar versəz, qoysaz, mənə versəz, yəni, mən heç vaxtda tövhid kəlməsindən əl belə götürmərəm. Əgər Peyğəmbərimiz həvəsbaz olsaydı, əstəğfurullah, onda elə o dərhal qəbul edərdi o təklifləri. Amma heç vaxtda qəbul etmirdi. Heç vaxtda qəbul etmədi. Peyğəmbərimiz əgər həvəsbaz olsaydı, 25 yaşında, 25 yaşından qabaq, 30 yaşlarında, həmən dövrlərdə başqa xanımlar alardı, müvəqqəti olsun və yaxud daim olsun. Amma heç bir tarixdə, heç bir yerdə belə bir şey gəlməyib və görünməyibdir. Dediyim kimi, Həzrəti Peyğəmbərimiz 55 yaşından, yəni Həzrəti Xədicə salamullah əleyha ki, dünyadan getdi. Ondan sonra, yəni 55 yaşından 61 yaşına qədər o 6 ilin ərzində müxtəlif izdivaclar olubdur. Və o izdivaclar nə üçün idi? Əziz müsəlmanlar, İslam dini o zamanlar hələ möhkəmlənməmişdi. Ona görə də Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qəbilələrdən gedirmiş və onlarla evlilik əlaqəsi yaradırmış, qohumçuluq əlaqəsi yaradırmış, ta ki İslam dini möhkəmlənsin, istiqanlı olsun. Necə? Baxın, neçə böyük qəbilələr var idi. Məsələn, Əbu Sufyanın qəbiləsi, Əbu Bəkir, Ömər və Peyğəmbərimizin digər həyat yoldaşlarının ki, onların özlərinin qəbilələri var idi. Hər birisindən o qəbilənin bir xanımla evlənirdi. Və hətta bəzi qəbilələr var idi ki, onların qızı ilə əqd olurdu, əqd oxunurdu, amma gəlin ünvanını, məsələn, evinə gətirmirdi, gəlin gətirmirdi evə. Yəni, ancaq əqd bağlayırdılar aralarında, ta ki bu qəbilələr bir-biri ilə nisbətləri olsun, qohumçuluq yaransın, bir-biri ilə düşmənçilik etməsinlər və İslam dini möhkəm olsun. Əgər bu qəbilələrdən hər hansı bir şər gələcəkmişsə, onda o zaman bu evliliklə onun qarşısı alınırdı. Əgər xeyir gələcəksə və yaxud şər də gəlməyəcəksə, o zaman onların Allahlarından imiş, yəni onları istərmişlər ki, bizim məsələn yeznəmiz böyüsün, yəni Peyğəmbərimizin qabağa getməyi, Peyğəmbərimizin işlərinin böyüməsi onların özlərinə də sevinc bəxş eləyirmiş. Ona görə də Peyğəmbərimiz həmən zamanlarda onlarla müxtəlif qəbilələrdən qız alırmış və izdivac eləyirmiş. Və 62 və 63 yaşında da, yəni Məkkənin fəthindən sonra da heç bir evlilik olmuyordu. Niyə? Çünki İslam dini artıq möhkəm olmuşdu. Məkkəni də fəth etmişdilər və bölgələrin çoxu da İslam dininin, İslam dünyasına qoşulmuşdu. Müsəlmanların arasında, müsəlmanların özünün idi. Ona görə də evlilik olmadı, çünki qəbilələr hamısı bir-biri ilə müttəhid olmuşdular, bir-biri ilə nisbətləri var idi. Əziz müsəlmanlar, digər dəlil də budur ki, Peyğəmbərimizin həvəsbaz olmamağına, Peyğəmbərimizin zövcələrinin qoca olması. Baxın, Ümmü Sələmə deyibdi, ey Allahın Rəsulu,
mən özüm yaşlı bir xanımam. Yəni mən qoca bir xanımam. Özü də 4 uşağım vardı, yetim qalıbdı. Və həmçinin peyğəmbərimizin digər həyat yoldaşı deyibdir ki, ey Allahın Rəsulu, mənim ərim şəhadətə çatıbdı və mən hal-hazırda 5 dənə yetim qızın sahibiyəm, özüm də qocalmışam. Mən sizin dərdinizə dəymərəm. Amma Allahın Rəsulu sallallahu əleyhi və səlləm yenə də vəslət qurubdu, izdivac eləyibdi. Yəni həvəsbazlıq getdikcə cavan insanlara, məsələn bir adam ki həvəsbazdır, gedib cavanlarını götürər, gedər cavanlarla evlənər. Amma Peyğəmbərimiz qoca xanımlarla evlənirdi. Bəli, Peyğəmbərimizin həyat yoldaşlarının cavanları da olubdu, amma qoca xanımlar cavanlardan çox olubdu. Cavanlardan, məsələn, 1 dənə, 2 dənə, bəlkə 3 dənə cavan xanım olardı. Amma Peyğəmbərimizin həyat yoldaşlarının çoxu yaşları yuxarıymış və qocaymış. Ona görə də Peyğəmbərimizə bu nisbəti ki verirlər düşmənlərimiz, İslam düşmənləri bu nisbətləri ki verir, hamısı yanlışdır. Ancaq istəyirlər avam milləti aldadalar. O kəslər ki belə sözlərdən, belə şeylərdən xəbərləri yoxdur. Onları aldatmaq üçün belə nisbətləri verirlər Peyğəmbərimizə və bu ihanətləri eləyirlər.